Sabah 16 dərəcə isti olacaq. Gündəm xəbərinin efirində günün hava haqqında məlumatını diqqətinizə çatdıraraq qeyd eləyək ki, bugün yanvarın 7-sidir və yanvarın 8-nə olan günün hava haqqında məlumatını Milli Hidrometeorologiya Xidmətinə istinadən diqqətinizə çatdıraraq belə ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq, arabir tutulacaq. Əsasən yağmursuz keçəcəyi gözlənilir. Havanın temperaturu gecə 2-4 dərəcə isti, gündüz isə 8-12 dərəcə isti olacağı proqnozlaşdırılır. Azərbaycanın rayonlarına gəlincə, rayonlarda havanın əsasən yağmursuz keçəcəyi gözlənilir, bəzi yerlərdə isə arabir duman olacaq. Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz isə 11-16 dərəcə isti olacaq. Dağlarda isə gecə 0-5 dərəcə şaxta, gündüz isə 5-10 dərəcə isti olacağı proqnozlaşdırılır. Bu da yanvar ayının 8-nə gözlənilən günün hava haqqında məlumatı idi.